Herkese salam. Bugün sizlerle çok dadlı, hazırlanması asan olan darçınlı piroq reseptini bölüşəcəm. İlk önce xəmirə hazırlamaya başlayıram. İstifadə etdiyim stəkan ölçüsü 200 mg-dir. Bir stəkan ılıq südün üzərinə 1 yemək qaşığı pesoq və 1 paçka mayak əlavə edib 10 dəqiqə gözlədirəm. Daha sonra 2 yumurtanın üzərinə 1 çimdik duz və 3 yemək qaşığı pesoqu qarışdırıb 80 qram ərinmiş kərə yağını əlavə edirəm. Daha sonra unu əlavə edirəm. Mən ümumilikdə 4 stəkan undan istifadə etdim. İstəsəniz əlinizi duru yağa bulayıb xəmiri daha rahat yoğura bilərsiniz. Çox yumuşaq və cüzi yapışqanlığı olan xəmir alınır. Mayalandıracağım qaba un əlavə edib üzərini bağlayıb təxminən 1 saat gözlədirəm. İçlik üçün yarım stəkan şəkər tozunun üzərinə 2 yemək qaşığı darçını əlavə edib qarışdırıram. Şəkər tozunun miqdarını istəyə görə artıra bilərsiniz. Xəmirin havasını aldıqdan sonra gördüyünüz şəkildə xəmirə açırıq. Üzərinə 70 qram otaq temperaturunda olan kərə yağını çəkib şəkər tozu və darçın qarışımını əlavə edirik. Çox sıx olmadan rulon şəklində buraq. Üzerini streç ilə örtüb ən az 30 dəqiqə gözlədirəm. Ardından önceden 180 derecede isidilmiş sobaya pişmeye koyuram. Üzeri qızılı renk alana qədər təxminən 20-25 dəqiqə bişirək. Bulka pişənə qədər üzərinin kremini hazırlayaq. Bir qaba 250 qram krem pendiri əlavə edirəm. Onun üzərinə zövqə görə 3 yemək qaşığı şəkər pudrası və 6 yemək qaşığı süd əlavə edib qarışdırıram. Bulkalar pişdi. Az öncə hazırladığım kremi üzərinə çəkirəm. Dadı möhtəşəm, yumuşaq, çox dadlı darçınlı bulka alındı. Hər birinizə hazırlamağı tövsiyə edirəm. Videomu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyənməyi unutmayın.